Real'ın valideynlerine buradan salam gönderdik. Gədəbəyə obş salam gönderdik. Gədəbəyə hamıya salam deyirik. Ben papasına söz vermiştim ki bundan müğayətəyəm, bundan necə deyirlər, nəticə bir qardaşım kimdə. Özdə məndən bir yaş böyük deyil, mən böyük qardaşım sayılır. Amma ücret qabağını alamıram, açıq deyim. Bunun ki o qədər kayıtların 2 gün üçün mən burada olmadım, o qədər kayıtların mənə videolarını atıblar. Mən özüm şokdayım. Əvvəl... Zarafatdır. Hə, adın zarafat qoysun. Zarafat soruşarlar. Əvvəl 2 kəlmə söz bilirdi. Buyurun gəlin, bir də salam mələkim. İndi qabağını alamıram. Özü 1 metrdir. 1 metrdə yerin altındadır. Allah'a and olsun, bunu sizlərindən tanısaz var ha. Mən sizə deyirəm də. Yox, yalandan deyim. Burada mağazin deyim gün axşamı. Hə. Burada zarafat. Bir də ki, orada üzr istəyirəm. İndi orada zarafat deyim, amma xahiş edirəm hər şey istəyirəm. Mənə kayıtları yazırlar ki, İlyas, nə bilim, Real qudurur, nə bilim, nağır. Vallahi elə oğuldur da. İndi Nazıdır, ikisi də burada, yəni bunlardır, bacı qardaş kimi bir şeydirlər də. Yəni burada bir iş yoldaşıdırlar. Yəni bunun pis bir yəni fikri olamaz. Yəni elə bir adamdır da, yəni açığı deyir. Nə bilim durub qızın birinin çiynini dişləyib, nə bilim ağarıb, canlı yəndə özünü itirib. Uşaq da indi. Oradan götürüb mənə kayıtlar atırlar ki, İlyas sən belə olasan. Mən nağarım. Mən qabağını alamıyorum da qardaş, qabağını alamıyorum. Ücret çıxır, reisdən çıxır. Mən nağarım bunu, yığışdıramıram bunu. Mən qurmuşdum o görə. Hə. Ən gözəli nədir? Bizim belə ayaqqabılarımız 25 manatdır, nə bilim 30 manatdır. İndi bir dənə royalımız var da, Dağlar oğlumuzda. Yəni bunu hamı çox istəyir. Yox, heç kim qudurmamışam. Ya qudurmuyor. Allah'a şükür. Real ağırlığın qoruyan oğlanı. Neçə kilosun? 35 kilo. Yəni ağırlığın qoruyan oğlandır. Yəni narahat olma. Durun gəlin ekspresə. Bax bunlardan da var. Real. Bunu qatdalar gözə. Mamasına, papasına da buradan deyirəm ki, yəni tam arxayın ol. Maşallah olsun. İbrahim Tatlıses kimi kənddən gəldi, birdən-birə bütün dünyaya tanındı. İnşallah ki, xarici ölkələrdən də dəvətlər gəlir. O gün elə Amerikadan gəlmişdi zəng. İnşallah dəyərləndirir özü. Hər bir kəsi də gözləyirik. Gəlin ekspresə.